Son dövrün ağır və sağalmaz bəlalarından biri də iqromanyadır. Bir müddət öncə bu asılılığın qurbanına çevrilən, lakin özündə güc taparaq bu asılılıqdan qurtulan bir müsahibimizlə reportaj etmişdik. Bugünkü müsahibimiz də qumar oyunlarının daha bir qurbanı, vaxtilə aludəçisi olan Fuaddır. Fuad, 30 yaşın var. Bildiyim qədərilə sən 16 yaşından sənin bu pis vərdişlərə aludəçiliyin başlayıb. Necə oldu, nədən başladı? Ben 16 yaşında özümü hamıdan fərqli bilirdim, ağıllı bilirdim. O vaxtlarda da çevrəmdə biraz istifadə edən insanlar var idi. Mən pis önlərdən keçmişəm, oğurluqlar falan. Yəni başqa yerdən oğurluq eləmirdim, evdən falan. Evdən oğurluq? Evdən, nə oğurluq satırdın? Mamanın qızıllarının, nə bilim, evdə bizdə ferma var, fermadan. Yəni arpa, buğda, belə şeylər satırdım. Atama dedim ki, belə-belə, mənə bir kömək elə də, yəni mən çıxılmaz vəziyyətdəyəm. Həm borclarım, xərclərim var, əlimdə olan hər şey çıxıb. Yəni, atam mənə gətirdi mərkəzi, reabilitasiya mərkəzi 2021-ci ildə. 2021-ci ildə Şəfəq reabilitasiya mərkəzini gətirdi. Qaldım burada 6 ay. Davamlı müalicə aldım. Ambulatoriya keçdim. Sonra qaldım Əhməd Murad müəllimin yanında. Başladım işə burada. Başladım 3 ilə yaxın mən burada konsultant kimi işlədim. Sonra elə həyatımda çox belə yaxşı dəyişikliklər oldu da. Sağaldın da yəni? Sağalma dövründə yəni yaxşı dəyişikliklər oldu. İşlərim gətirdi. Rayonda bizdə bağlar, meyvə bağları falan var. Mən qayıtdım yenidən öz işimizə. Bu mərkəzdən çıxdım, qayıtdım öz işimizə və orada biraz pul parazat qazandım, elədim. Başladım qumara. Ondan bitəndən sonra keçmişsən? Oradan bitəndən sonra başladım qumara. Bir dəfə girdim. Birinci dəfə 300 manat pul vurdum. 40 qəpi ilə 2400 manat pul tuttum. Birinci dəfə. Online kazino falan oyunlar? Online meyvələr. Hot fruit idi, nə idi adı. Elə oynanda elə bütün işdən, nə bilim filan, yəni hər şeydən soydum da. Deməli, əladır da, bomba kimi oturam evdə. 40 qəpi 2400 manat udmuşamsa udacaq. İndi gör 1000 manata nə udaram, hə? Hə. Bunu mən 80 qəpi ilə vursaydım, 6800 manat, 4800 manat pul verdim. Yəni elə fikirlər gəldi, dedim işləməyə, yəni əziyyət çəkməyə ehtiyac yoxdur. Başladım qumar oynamağa. Başladım. Elə birinci uduşum belə, yəni axırıncı uduşum da oldu. Və ondan sonra əlimə nə ki pul düşməyib, nə ki özümə maşınım var idi. Həm yaxşı hər şey almışdım da, yəni demək olar özüm üçün, yəni öz əziyyətimlə, öz zəhmətimlə. Yəni ki o bağlarda, meyvə bağlarımızdan öz biznesini qurdun, qazancın oldu. Bəli, hə. Onları da hamısını yatızdırdın? Hamısını yatızdırdım kazinoya, hə. Sonra başladım aviator oynamağa. Orada aviator var. Yəni bütün pulumu demək olar ki, aviatorda uduzdum da. Nə uduzdun məsələn? Nə uduzmusan ümumi? Ümumi maşınımı uduzmuşam, bahalı qızıl qiymətli əşyalarımı uduzmuşam. Belə əlimdə olan bir 80-100 minə yaxın nəqd pul uduzmuşam. Bir dəfə rayonda 2500 manat bir oyuna pul qoymuşam. Nə var? 1000 manat artıq pul götürəcəm. 2500 yerinə 3500 götürəcəm də. Futbola pul qoymuşam. İngiltərə, Şotlandiya oynayırdı. Qoydum onu 80 neçəyə qədər 1-0'da, 87'də gəldi 1-1 oldu. Nəsə oyun 1-1 qutardı. Mən də İngiltərənin qələbəsinə vurmuşdum. Orada yəni elə bir hisslər keçirdim ki, yəni burnumdan su gəldi, beynimdən su açıldı da, yəni başım fırlandı. İnan Allaha elə bildim bir dəqiqə öləcəm də, yəni. Yəni o 2500'ü, 3 dəqiqənin içində yəni itirdim də, yəni belə şeylər. Çox stresli, yəni indi də danışıram bir dəqiqə. Yəni əsəblərimə toxunur. O iqromaniya həvəsi hardan yarandı? Kim sənə ona sövq elədi ki, yəni bax belə bir oyun var, bu oyuna daxil ol? Şeydə çıxdı qabağıma, Instagramda reklam olaraq çıxdı qabağıma. Yəni nəsə marağımı çəkdi, dedim girim oynayım da, yəni 100 manatla, 200 manatla nə olacaq, baxım yəni. Orada da
göstərir ki, nə qədər udursan, eləyirsən. Elə birinci elə vurduğumda utdum da 2400 manat. 2400 manat pul utdum orada. Hə. O ilə də elə bədbəxt oldum da belə deyim. Fuad, bu 16 yaşından sən narkotika başladın və 7-8 il davamlı olaraq bunun istifadəçisi olmusan. Və sən yəni ki, bu çətin yolu görmüsən də, özün qurtulmaq istəmirsən. Gəlib müalicə də almısan, reabilitasiya kursu da keçmirsən, sağ almısan, öz bilinsin. Necə oldu bax? Bu iqraman, yəni sən bunu dərk eləmirdin ki, yəni mən bir bəladan qurtulub yenidən digər bəlaya düşürəm də. Mən onu eşidirdim. Valideynlər, atam mənə kömək eləyib, mənim borclarımı bağlayıb, onlar nə qədər stres keçirirlər səninlə yanaşı. Mən eşidirdim onu belə qıraqdan, uzaqdan ki, iqramaniya narkomaniyadan da böyük bir bəladır da, yəni. Amma belə təsəvvür eləmirdim. Yəni eşidirdim belə fərqinə varmırdım da, belə deyim, yəni inanmırdım ki, yəni bu dərəcədə yəni çətinliklər olar. Mən narkomançılıq elədiyim müddətdə, yəni bu qədər maddi mənəvi yəni ziyan çəkməmişdim. Bu iqramaniyadan çəkdim də, yəni onu. Bu 10 ildə çəkmədiyim şeyi mən 9-10 ayın içində elə bir ki, yəni çəkdim də bütün 10 ayda iqramaniya qurbanısan və indi reabilitasiya kursu yenidən keçsən. Keçib bitirmişəm. Bitirmişsən də. Bir yerdə yenə keçib bitirmişəm. Mən bu 10 ay istifadə elədiyim, yəni iqra oynadığım müddətdə mən keçmiş narkoman olaraq deyim, mən narkotik içki istifadə eləmədim. Ancaq iqra o qədər mənə çox həzz verirdi ki, yəni narkotikdən, içkidən almadığım həzzi mən iqradan alırdım. Qumar oyunlarından. Qumar oyunlarından alırdım. Və ətrafında dostun, tanışın belə yox idi, məsəl üçün, istər narkotik alyacısı olanda, istər iqramaniya, səni çəkindirsinlər, köməklik göstərsinlər. Yəni o həddə çatmasın ki, sənin əlindən bildiyim qədərilə biz kadr arxası danışmışıq, 2 mənzilin əlindən çıxıb, ümumilikdə avtomobillərin gedib, pulların dediyin qədərilə bir 100 minə qədər pulun gedib. Yəni olmayıb ətrafında insan ki, yəni səni çəkindirsin. Olub, belə nə yalan deyim, olub. Mən amma o ətrafdan özüm qaçmışam. Özüm qaçmışam, çəkilmişəm təkliyə, cibimdə pul, misal üçün. Heç kəsi qəbul etməmişsən ki? Hə, oturmuşam bir dənə çay özüm üçün, oturmuşam bir kabinetdə, heç kabinetin işıqlarını yandırmırdım ki, gəlib kimsə məni narahat eləsin. Kabinetin işıqları sönülü, otururdum orada, iqra oynuyordum, kazino, qumar oyunu oynuyordum orada. Bu axırıncı dəfə 7000 pul qoymuşdum mən orada. 7000-i mən 20-25 dəqiqəsində uduzdum da burada. Nərmanovda bir çayçıda oturmuşum. Yəni, dostlarım başqa kabinetlərdir. Mən dedim, telefonla danışıb gəlirəm, mən bir çay zakaz verdim, getdim başqa kabinetə, dedim, heç kimə mənim yerimi deməyim. Yəni, çəkildim bir təkliyə, rahatçılıq, sakitçilik, heç kim dəyməsin mən. Elə 7000-i 25 dəqiqə uduzdum, təsəvvür elə. Maşın zat gedib, 7000 cibimdə pula gəlmişəm, oturmuşam, evə getməyə mənim pulum yoxdur. Yəni evə getməyə 7000 cibdə pulla gəlmisən, evə getməyə. Kartımda pul, 7000 kartımda pul var. Girmişəm 25 dəqiqə 7000 gedib. İndi evə getməliyəm. 1 qəpik pulum yoxdur da. Nə ilə gedim? Monika Nərmanov piyada, Nərmanovdan da 20 yanvara metro ilə gelmişəm. Yəni təsəvvür edin, cibimdə yarım saat 40 dəqiqə əvvəl 7000 mən istədiyim maşınla gedə bilərdim də belə çıxmasına. O vaxtda maşınım da çıxmışdı əlimdən. Metro ilə getdim, gördüm belə olmaz da yəni. Sən gəldim yenə sağ olsunlar Əhməd Gülə. Əhməd bəylə bilirəm ki, dostluğunuz var. Çoxdan. O da vaxtı ilə bu ailəçilik olub, qurtulub və reabilitasiya mərkəzi yaradır və siz də həm dostluq edirsiniz, həm də sənə uzun illərdir. Uzun illərdir köməklik göstərib bu bəladan qurtulmusan. Bilməm, düzdür, yanlışdır, yanlış fikirdir. Deyirlər ki, əsasən bu ailəçiliyi, narkotik, qumar, imkanlı zəngin ailələrin övladları məşğul olur. Sizdə necə olub sən? Mən belə deyim də, məndə vəziyyət yaxşı olur həqiqətən. İmkan olur? İmkan, mənim imkanım yox, atamın imkanı yaxşı olur. Mən 16 yaşımda mənim maşın aldım, Niva markalı maşın. Heç mənim sürücülü vəsiqəm yox idi, mənim maşınım var idi, mən sürürdüm orada, burada da yəni maşın. Yəni belə deyim də, qudurğançılıq deyərdim. Mən narkomaniyaya başlamışam qudurğançılıqdan. Hamıdan özümü elə bir üstün sayırdım. Seçilmək üçün ki. Seçilmək üçün də mən narkotik çəkirəm, nə bilim, belə elə. Özümü seçirdim də, güya hamıdan ki, mən çəkirəm, siz çəkəməyim ki, sizdə belə şeylər. Həmişə də ətrafımda olan uşaqlar məndən
4 yaş, 5 yaş, 6 yaş böyük uşaqlar olub da, yəni elə uşaqlarla oturub durmuşam da. Öz yaşıtlarımla oturub durmuşam. Qudurğancılıq deyərdim də buna, qudurğancılıq, hə. Yəni heç zaman misal üçün istədiyim şey əlim çatırdı, pul, para var idi. Həzz tapa bilmirdim. Pik nöqtə olub da, məsələn, bu stresslər narkomaniyada olur, iqromaniyada olur. O sənin belə o pik nöqtən olur ki, insanlar var bəziləri, sən özü yenə toplayırsan, intihar həddə olur, intihar eləmək istəyirlər, yəni o həddə çatırlar. Valideynlərim yəni qoymayıb o həddə satmağa. Mənim bura gələndə, mərkəzə gələndə də bir 40-50 minə yaxın borcum olub. 50 min manat qədər borcum olub. Atam sağ olsun, atam bütün borclarımı bağlayıb, yəni ki, mən burada təzədən yenidən müalicə alım və normal yəni həyata davam eləmək. Sən borc alırdın kimlərdənsə o pulu? Mən kimdən borc alırdım, o mənə həmin dəqiqə verirdi də pulu. Məndə problem yox idi. İstədiyim adamdan borc alırdım. O inam hardan yaranmışdı? O bəzən deyirlər ki, qumarbaza, nə bilim, narkomana inam yoxdur. Yəqin ki, valideynin imkanı olduğundan Valideynin imkanı olduğundan, hə, ona görə 100% valideyni tanıyırlar, eləyirlər, xəstəməsi. Ona görə istədiyim məbləği, misal üçün, götürə bilirdim tanışlardan. Yəni, onu gəldim bura mərkəzə, valideynim sonra bütün borclarını ödədi. İndi bir dəqiqə hər şey qaydasındadır. Şükür Allah ki, salamat. Əhməd gəlir, Əhmədlə elə dostsundur Əhməd. Bir neçə müddət öncə Əhməd bəy də etiraflar eləmişdi. Qumar Mən oynadınız. heyfsləndiyim bilirsiniz nədir? Pul deyir. Bütün əsəb sistemim mənim pozulmuşdu. Mən yaxşı ki, xəstəliyi tutmadım. Mən sonra onu oxudum, medisinada bir şey var ki, deyir, rak xəstəliyi var, o nədir? Xərçəng birinci napряжение, stres gərginlik gətirir. Siz başa düşürsünüz, iqramanın saniyəsi stresdir. Oynamaya başlayır stres, oyun zamanı stres, uduzdur stres, səhər durur, ölmək istəyir ki, Allah, mən niyə uşağımın boğazından pulu kesdim, getdim, bilinməyən bir adama verdim o pulu. Nə qədər onları dişi sıxıb saxlamaq olur. Ağzımda diş qalmamışdı. O qədər sıxırdım, uduzan vaxtı. Sındırmışdım işləri. İnanın Allah'a, diş yoxdur. Siz nə uduzmusunuz? Ümumiyyətlə qumarda. Çox, mən onun çox həddindən artıq. Onlayn kazinoda 250 min getdi. Təkcə onlayn kazino. 250 min. Təkcə onlayn kazinoda. Bildiyim qədərilə evlər gedib. Çox şeylər. O moment belə deyək, valideynlərimin imkanı var. Onların pulu getdi də. Onlar olmasaydı, mən bu dəqiqə evsiz yox, bəlkə də bomj idim. Çəkindirdilər də ən azından. Yox, onlar çəkindirmədilər. Yox, o borcu bağlamaqla mən çəkinə bilmirəm. Ancaq borcu bağlayıb. Olan bir düz hərəkəti oldu. Mənə reabilitasiya göndərdilər Rusiyaya. Rusiyada keçmisiniz. Bəli. Və o reabilitasiya məni xilas elədi. Bu başqa çıxış yolu yoxdur. Narkotik aldıqçısı olanda da köməklik göstərmirsən və iqromaniyada quruş alanlar. 3 il ayıq qaldı bu adam. Mən yadı gəlib bundan qabaqdakı da roliklərdə, o şeymiyəsi, TikTokda roliklərində deyirəm. O lozung, hələ belə lozung deyil. Birinci udan həmişə uduzur. O bu 40 qəpik qoydu. Hər şeyi var idi əmin abi. Maşın yadımda da rayonda, işi, gücü, hər şey. Bir dənə o 40 qəpik var, qoydu 2000, nə qədər utdun? 2400. 2400. Görün o an nə yaşayıbsa, görün beyin necə istifadə edir bu onlayn kazino. Əhməddən sən ibrət götürmədin ki, Əhməd Siz indi biz onu mən ətraflı başlamam, bu problemi görürsünüz nəyə gəlib çıxırıq. Bizim problem narkotik deyil, bizim problem içki deyil, bizim problem oyun deyil, bizim problem asılılıqdır. Bu insan asılıdır. Bunda problem asılılıq olub. Prosta bu bir asılılığı narkotik asılılığı dəyişib oyuna. Və oyuna izümun qədədir deyir burada. Bu oynadığı zaman narkotik eləmir. Siz başa düşürsünüz. Mən hər dəfə valideynlərə deyirəm ki, görün və izah edirəm, başa düşmürlər o valideynlər ki, gör bu oyun vaxtı nə dopamin qaldırır, nə boyda adrenalin alır ki, ona ehtiyac yoxdur narkotika. Və indiki bəla da bilirsiniz nədir valideynlərdə? Çox aslı narkomanlar bu dəqiqə narkotika dayandırıb oyun oynayırlar. Evdəkilər bilə-bilə əl vurmur. Bir qoy narkotik eləməsin. İzah eləyəmirəm ki, ay balan, inan Allaha, o 20 ildir narkotik eləyir, o 1 illə verdiği sizə zərbəni, o 20 illə vurmayacaq. İqromaniyada vurdu. 10 ay. 10 aya nə qədər pulum getdi?
Getdim. Bura girəndə 28 min borcu var idi. Yazdı, verdim atası. Hamısını bağladı. Bank telefonuna kimi qoymuşdu. iPhone 15. Qoymuşdu şey. 28 min 50 idi. 12 14 mində bir bankların borcu var idi. Bu narkotik Bank bunu bizə evdəkilərin adına da almışdım, öz adıma da almışdım. Bəs evdəkilərin adını götürəndə onlara sual etməmişlər, nədir? Mən onların o vaxtı qazandığım müddətdə mən onlara giriş-çıxış kartlarını çox eləyirdim də. Yəni ona görə Hə, onda öz işin də var idi, biznesin var idi deyənə ona görə. ona görə o elə Diqqət eləməyib. özləri təklif eləmişdi ki, bu qədər misal üçün kredit vermək. Dərd odur ki, yenə də deyirəm də sizə, mən bu adamı pütüdə attımda yazıb mənə verib, bu reabilitasiya zamanında narkotikdən eminəm. Bu narkotikdə gördüyü problemləri, oyunda gördüyü estağfurullah problemləri narkotikdə görmür. O dibləri. Bu kazino bazarır da bunu eləmək. Həm də həzzi deyərdim ki, yəni qumardan aldığım həzzi mən narkotikdən almamışam da. Yəni o hissləri yaşamaq, yəni o hissləri mən narkotikdən ala bilmirdim ki, mən Amma o həzzin də görsən son qumardan, kazinodan dib aldım. nöqtəsi oldu ki, sən Əlbəttə sonda ki, qərar verdin ki, əlbəttə. yəni bu həzz bəs həzz deyildi də demək ki. Əlbəttə Aldadıcı bir həzzdir də. Bana mən O vaxt üstündə, o vaxt üstündə aldığım həzz. birinci rolikdə yadıza gəl nə dedim mən? 18.400 manat. Bax həmin situasiyada görürsüz necədir? Prosta mən də evdə oturmuşdum, o pulu utdum. Prosta mən belə şok tutdum. Başa düşürsüz, eyni prosesdir. Mənə də eyni fikirlər gəldi. Ki, mənə daha işləmək lazımdır, mən qazanc yeri tapdım. Həmin fikirlər, həmin ideya da buna gəlir. Çünki nə üçün bu proqramın izüminkası, mükəmməlliyi nədədir? Yalnız bir aslı, o birisi aslını başa düşə bilər. Valideyn başa düşməlidir ki, onun uşağı nə problemdir. Təəssüf ki, onundan ikisi başa düşür. Haqlı söylüyorsunuz. Narkotikdan da öncə ən böyük bəla artıq iqromanyadır. Yəni narkotik geridə qalıb, iqromaniya ilə amma asıllıq, avludəçilik bitmir ki, və gündən günə sayı etibarilə həmin asılı insanların sayı artır. Təəssüf. İndiki iqromanlar var, bəziləri düşünürlər ki, mən də işləyəcəm, əşi o Fuaddır da, Əhməddir də, onların başına gəlib. Niyə mən qazanaram, qazanacam? O da qəşəng. Elə insanlar var da, indi oturub baxanlar var. Demək istəyirəm ki, yəni qazanmaq qeyri-mümkündür. Yəni qazanmaq mümkün deyil bu qumar oyununda. Ancaq yəni birinci dəfə qazana bilərsən də, ancaq mən gördüyümü uduzmuşam. Yəni bütün əlimdə olan nə varsa, yəni gedib də yəni. Ətrafında indi belə tanıdığın, bildiyin var iqromanlar. İndi bir dəqiqə ətraf əvvəl var idi. O 10 ay istifadə müddətində iqra oynadığım müddətdə mən sağalan uşaqları qoymuşdum kənara. Ancaq iqramanlarla oturub. Oyunbaz deyək də, oyunbazlar. Hə, qumarbazlarla oturub dururdum ancaq bu 10 ayda. Yəni indi şükür Allaha, yəni o qumarbazlarla yəni oturub durmuram. Ətrafımda yenə Yəqin ki, səni axtarırlar, eləyirlər ki, pulun olub da. Qumarbaz deyirlər, anar bunlar. Bu qumarbazdır, qumarbaz başqa şeydir. Qumarbaz bizən kimdir? Mən çox adam belə tanıyıram. Gəlir, oyuna, girir bir oyuna, baxır prosesə. Və başa düşür ki, buradan 10.000 pul uda bilər, qazana bilər. Girir yarım saat oynayır, qazanır, ya da görür ki, uduzur. Sakit çəkilir kənara. Sakit durub, mənim günüm deyil, sabah gələcəm. Bax, o qumarbazdır, əsl. Bu isə bizim bəla, ludamaniyadır. Çirpilalı. Ludamaniya uduzur yenə oynayır. Gözləyirsən ki, yox, udacam. Mütləq onu çıxarmasam yerindən orada qalxmayacaq. pul söhbəti getmir. Başa düşürsən, bu 2400 manat udanda, mən necə 18.000 udmuşdum ha. O an bir hiss yaşayıb, adrenalin hissi. Dopamini qalxıb, adrenalin hissi qalxıb. Və hər an, hər dəfə, narkoman nə üçün narkomandır? Hər dəfə o hissi yaşamaq istəyir. Bu da o hissi yaşamaq istəyir. Prosta doza qalxır. Doza nədə qalxır? Pulda. Bu 40 qəpikdən vurmur, 5 manatdan vurur. Artır da, məbləğ artır. Sonra bu axırıncı şeylərini, skrinlərini saxlamışdı da, baxdım. Samolyotu 500 manatdan uçuzdurur da kişi. Samolyotu bizə necədir? 5 saniyə. 31 min şeydə balansında pul var, mən çıxartmayıb. Göstərib mənə. 31 bu pula görə oynamır ana, başa düş. Oradan 1 manat mən çıxarmamışam. Yəni 31 pul həvəsi deyildi, azartıdır yəni ki. Azart, adrenalin, adrenalin çoxalsın. Prosta baş alladır. Baş alladır. 31-i 40 eləyib, misal üçün çıxardaram. 40 artır, məsələn gələndə, amma artmır da 31 düşür, təbii ki. 29-a deyirsən 25-də çıxardaram. 25-dən 10 manat düşdü 24-ə,
Deyirsən 20-də elə gəlir, düşür, sıfır Sıfıra. olur balans. Niyə üçün çıxa bilmir? Çünki o hisslər ləzzət eləyir. Bəli, ayrıla bilmir ondan bu hissləri. Çünki dayandıran kimi o hissləri həyat dayanır. Şu, ölmək istəyi gəlir buna. Biz çox qəliz mexanizmdir. O mexanizmi insan tək evdə otura-otura ona o nəticəyə gəlib çıxa bilməz ki, bu xəstəlikdir və mən pula görə oynamıram. Mən bunu oynayıram o prosesə görə. Onun mümkün deyil. Yəni bu onu göstərir ki, yəni mən bayaqları bir ifadə işlətdim, dedim, yəni bir çox iqramanlar da var ki, oturub yenə deyirəm, düşünürlər ki, yəni ki, siz uduzmusunuz, mən uduram. Mən uduram. Xəstəliyin bəli var. Hə, mən uduram, yəni ki, bu o demək deyil. Ola bilər ki, udasız. 1 ay, 2 ay, 3 ay məbləğ yüksələr, amma bilin ki, bunun yəni bir dibi var da, bundan qurtulmaq olmur. Bu bir xəstəlikdir. Vaxtında, zamanında geri çəkilmək lazımdır. Çəkilə də bilmirsə, ətrafı dinləmək lazımdır. Və təəssüf ki, çəkilə bilməyəcək. Bax, indi udan adam bizə baxacaq, güləcək. Həmən uduram. Bunlar nə danışır? Bunlar nə danışır? O bizsiz nə vaxt? O deyir, proqramın bir qəşəng bir söz, dibə çatmasın, mümkün deyil. Mümkün deyil, bəli, dərk Bu edəcək. həyat budur. Bu gərək çatsın, getsin banklara girsin, nə isə Əlində olan hər şey əlindən çıxandan sonra başa düşürsən ki, o deyilmiş də yəni. Mənə lazımdır sağalmaq. Və bir də bilsən nə problemdir? Bu yağla deyirəm, mən Instagramda gördüm onu. Milyardlarla pullar. Onlar buraxır şeyə. Reklama, milyardlar. İnsanları cəlb etmək üçün. Milyard da bizən bunlar üçün nədir? Vallahi billahi bir saat elə bil ki pul qazanmasın da. Bütün o blogerlər var ha. Hər oturuşa blogerin 2 saat oturub o reklam eləyir ha. Yalandan udur, oplanır, Bentley aldı, Bugatti aldı. 50.000 dollar pul verir hər çıxışına. Başa bu dəqiqə bizim iqramanlığa yıxsın burana. Allahın olsun baba bir dənə prosta say soğuk pulu. Vallahi bəlkə də 4 milyonu keçər. Burada belə bir adamlar oturur. Buraya gəlib 86.000 borcunu sil. Yazıb mənə. Bir saat şey yazırdı. Ki apar bunu atama ver. Çünki bu reabilitasiyadan çıxandan sonra bunu olmaz borcu qalsın da. Çünki hər misal üçün bunun çöldə borcu var. Bu çıxır. Bunu yenə neyinir? Yalancı. O borc yalancı hisslər, sıxılma hissinə gətirir. Yenidən ona qaytarır ki, udum, qaytarım. O da yalancıdır, fikirdir. Çöldə niyə üçün cəmaət dayanmır? Çünki 30.000 borcum var. Mən gəlir 30.000-i silim. Bir də oynamayacaq. Bu mümkün deyil. Bu mümkün deyil. Yəni, silsən də oynayacaq. Silirsən 30.000 sıfıra düşürsən, deyirsən ki, borcum yoxdur da, oynayım da. Borcum yox, bir şey yox. Hər şey qaydasındadır. Oynaya bilərəm. 1000 manat atımı oynayım. Yəni belə fikirlər gəlir adama. Yəni, göz qarşısındasınız da, yəni ki, belə deyək. Yəni eşidirlər, görürlər, yəni belə deyək, nümunəsiz, canlı nümunəsiz. O mən sənin də itirdiklərimi bilirəm, Fuad da danışdı öz itirdiklərini, məbləğlərini. Mən gedirəm o pul, maliyyə önəmlidir, amma o valideynlərin, insanın özünün o keçirdiyi o stres, əsəb, sağlığına vurduğu zərərlər ki var, səhhətinə vurduğu zərərlər. Onları heç nə pulla almaq olmaz.